3. Dostlar, salam. Bu günlər sizə restoran sferasında olan bəzi qaydalar haqqında sizə danışacağım. Bildiyiniz kimi yeməklər haqqında məlumat olmadığı üçün sizə restoran haqqında məlumatlar verəcəm. Bu zibilləri restoran sferasına kim atmalıdır? Aşpaz atmalıdır, köməkçi aşpaz atmalıdır. Nədir onun adı? Barmen atmalıdır. Aslında obyekt vardı, orada administratörü atıştırırdılar. Maaş verdi, zibilləri de o atırdı. Sonra hər yerdə bir cürdür. Qaydaları bilənlər yazsın və kimin restoranda, işlədiyi restoranda kimlər zibilləri atırsa qeyd eləsin rəylərdə baxaqdır. Bu da bizim şeydir. Fettuccine tagliatelle. O böyle pişiriyor burada. Ne yaptık, ne yaptığından çıktı. Duzu da axırda tökməz. Birincidən duz tökülür. Bunları tökəndən sonra duz tökülür. Bilən aşpazlar bilir, bilməyənlər üçün yazır. Saxladı.